oxumaq üçün açqı. Şəhərdən qıraqda atam ilə gəzirdik. Bir açqı tapdıq. Onun yiyəsini tapa bilmədik. Açqını atama verdim. Elə ki evə qayıtdıq, atam açqını gözünə vurub dedi: "Qəzeti gətir və mənim gözümün qabağında saxla." Hərdən qəzeti dalı-qabaq edirdim. Hərdən isə atam açqını dalıya qabağa çəkirdi. Atam dedi: "Bu açqı ilə çox yaxşı oxuyuram. Hayıf ki, onu gərək gözümdən aralı saxlayam." Azca düşünüb oyuncaq satağına yürüdüm. Sataqdan bir qondarma burun aldım. Atam o gündən bəri qəzet oxuyanda o buruncuğu burnunun üstünə qoyurdu. Açqının qollarını da ip ilə başının arxasına bağlayırdı.